Salam, yeni Azərbaycan televiziyasının canlı efirində günün çapını izləyirsiniz və günün çapında elə günün önəmli mövzularını müzakirə eləməyə çalışacağıq. Elə bugün də daha çox biz Ermənistan, Azərbaycan və paraflanan sülh məsələsinə diqqət çəkməyə çalışacağıq. Bilirsiniz ki, Paşinyan hal-hazırda Fransadadır, Parisdədir və Paris sülh forumunda iştirak üçün orada bulunmaqdadır. Eyni zamanda da Macronla da görüşləri olacaq. Nələr danışıla bilər, sülhlə bağlı hansı addımlar atıla bilər? Xüsusilə də biz ümumilikdə Fransanın dəyişən mövqeyin fonunda nələri müşahidə edəcək. Digər tərəfdənsə, məhz elə Ermənistanın içərilərində də yenə də xaotik vəziyyət davam etməkdədir. Yeni bir gündəmləri var Ermənistanın, belə ki, artıq hərbi müddətin də hərbi deməli xidmətin müddəti azaldılır ki, bu da yeni bir Paşinyana qarşı istifadə olunan məsələdir ki, müxalifət bunu da istifadə edir və Azərbaycana boyun əyir deyə bir başlıq da veriblər medialarında. Bunları müzakirə eləməyə çalışacaq və studiyamızın qonağı millət vəkili Azər Allahverənovdur. Azər bəy, xoş gəlmişsiniz. Təşəkkür edirik ki, zaman ayırmışsınız. Həqiqətən də Paşinyan olduqca ciddi və radikal addımlar atmaqdadır. Amma gəlin oradan başlayaq ki, Paris sülh forumunda nələr danışa bilər? Macronun dəyişkən siyasəti üzərinə Azərbaycanla paraflanan sülh məsələsində nələr gündəm ola bilər? Deməli, birincisi, Paşinyanın radikal addımlarına bağlı bir balaca şərh vermək istəyirəm ona. Paşinyanın radikal addımları daha çox daxili siyasətlə bağlıdır. Və bəzi hallarda biz görürük ki, indi siz qeyd elədiniz, çağırış yaşının aşağı salınması, eyni zamanda bildiyiniz kimi dövlət büdcəsi müzakirə olunur hal-hazırda Ermənistan parlamentində. Orada da hərbi xərclərin məbləğinin təqribən 15%-dən bir qədər artıq azaldılması məsələsi var ki, bu da yenə narazılığa səbəb olur. İndi iddiam edirlər ki, Paşinyanı bu məhz bəli Azərbaycan və Türkiyənin təsiri altında belə bir qərar verir və ümumiyyətlə Paşinyan daxili auditoriyanın narazı sala biləcək hansısa istənilən addımı onu bağlayırlar bilavasitə Azərbaycanla Türkiyənin Paşinyan üzərindəki olan təzyiq və təsirlərinə. Bu da bir siyasi manipulyasiya bir prosesidir. Yəni erməni cəmiyyətində belə hallar geniş miqyas almaqdadır, xüsusilə də son hadisələr fonunda. Avqustun 8-dən sonra baş verən prosesdən sonra. Amma tamamilə bizim üçün maraqlı olan onun xarici siyasət kursudur. Xüsusilə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlar. Bax, burada biz görürük ki, daha çox verbal bəyanatlar var, yəni konkret olaraq. Tranzit yüklərini buraxa bilərik, nə gözəl. Və ya fərz eləyək, elə bax, bu dəqiqə bu an sülh sazişi bağlı, sülh sənədini imzalaya bilərik, müqaviləsini bağlaya bilərik, nə gözəl. Amma konkret şərtlər var, bəli, konkret şərtlər var, ona aparacaq. Misal üçün, tranzit yüklərinin daşınması üçün sərhədləri açılsınsa, infrastruktur olmalıdır. Yaxud tranzit yüklər Ermənistan üzərindən elə belə keçməməlidir. Yəni, bunun avtomobil yolu, dəmir yolu və digər mövcud sərhəd keçid məntəqələri olmalıdır. Onun zəruri texniki təchizatı olmalıdır. Yəni, bir çox şərtlər var, amma o şərtləri əməl etmək lazımdır, nəinki verbal bəyanatlar dilə gətirmək. Biz görürük ki, bax, bu xarici siyasətdir, yəni münasibətlərin normallaşdırılması həm Azərbaycan, həm də Türkiyə ilə bağlı. İndi ola bilər, indi məsələn, kimsə deyə bilər ki, misal üçün, viza möhüründən Ağrı dağın, noyabrın 1-dən sonra artıq, sabah biri gündən sonra Ağrı dağın simvolunu çıxardılar və bununla da yəni Türkiyə olan ərazi iddiasından vaz keçmiş olurlar, bəs Konstitusiyada bu konkret olaraq ki, Konstitusiyada ərazi iddiaları açıq şəkildə təsbit olunur. Və elə məhkəmə qərar verdi ki, bununla bağlı hələ ki bizə müraciət yoxdur. Açıqlanmışdır. O Konstitusiya ilə bağlı proseslər gedir. İndi onu da belə imkanımız olsa açarıq, o məsələ ilə əlaqədar fikrimi söyləyər. Amma istənilən halda burada söhbət nədən gedir? Sizin Macronla bağlı olan görüşə dair verdiyiniz suala gəldikdə isə burada mən açıq-aşkar deyə bilərəm ki, Paşinyan daxili mühitdə gedən ona qarşı bəzi xoşa gəlməz, xüsusilə də bəzi hallarda aqressiv bir davranış sərgiləyən müəyyən siyasi mərkəzlər var.
Onlar pərakəndədirlər bugün, hələlik ki pərakəndədirlər. Amma ki, bunların arasında xüsusilə iki düşərgə daha qabarıq şəkildə özünü göstərmiş. Bu, birinci Erməni Apostol Kilsəsidir ki, Paşinyanın müəyyən etdiyi və Apostol Kilsəsinin hansı səbəblər ucbatından Paşinyanın bir qəzəbinə tuş gəlirsə, o faktiki olaraq hüquqi cəhətdən Paşinyanın kifayət qədər güclü olmasına xəbər verən bir halda. Amma Erməni Apostol Kilsəsi Paşinyanın qoyduğu həmin o hüquqi çərçivəyə istinadən səsləndirdiyi fikirlər və irəli sürdüyü tələblər, iddialar Erməni Apostol Kilsəsinin rəhbərliyi tərəfindən qəbul olunur. Yəni, ikinci Qaregin tərəfindən qəbul olunur. Real olaraq o, bugün liturgiyadan uzaqlaşdırılmalı olan bir şəxsdir. Çünki həmən o məlum bir bənd ki var, Erməni Apostol Kilsəsi ana xəttini təşkil edir, sırf hüquqi nöqteyi nəzərdən, nigahda olmağı və digər məsələlər. Bəli, ona görə də istənilən halda, ikinci Qareginin atdığı istənilən addımlar, o bugün qanunsuz hesab oluna bilər. Xüsusilə də əgər o kimləsə bağlı qərar verirsə, misal üçün, keşiş Aramla bağlı verdiyi bir qərar, hansı ki, digər bir keşişin liturgiyadan uzaqlaşdırılmasına dair. Bunun özü də qanunsuzdur və Paşinyan da deyir, qanunsuz olan şəxs bunu etməli deyil. Yəni, onun verdiyi qərarlar da qanunsuzdur. Görürük, Erməni Apostol Kilsəsi ilə Paşinyan hakimiyyəti arasında çox ciddi qarşıdurma var və digər bir qarşıdurma müxalifət düşərgəsində, xüsusilə də o qanadında ki, hansı ki, diaspora təşkilatlarına çox bağlıdır. Misal üçün, Fransada çox böyük diaspora var. Rusiyada da kifayət qədər böyük diaspora var. Yeri gəlmişkən onu da deyim ki, Erməni Apostol Kilsəsi ilə Rusiyanın Pravoslav Kilsəsi çox yaxındır. Yəni, faktiki olaraq bəyanat da vermişdi. Bəli, Erməni Apostol Kilsəsi faktiki olaraq Rusiyanın Pravoslav Kilsəsinin təsiri altında yaranıbdır, formalaşıbdır. Hərçənd ki, bunlar 1500-1600 il deyirlər, o başqa bir məsələ. Amma onu qoyur bir, o xristiyanlığın yayılmasından təsadüf elə. Amma kilsə olaraq, bir institut olaraq özü, Alban kilsələrinin bazasında yaradılmış söhbət Erməni Apostol Kilsəsində gedir ki, bunun da kilsə kimi fəaliyyət göstərmək regentini, deyək, o icazəsini verib Rus Pravoslav Kilsəsi. Və hətta özləri də bu oyunlarını alırlar ki, Erməni Apostol Kilsəsində Rus Pravoslav Kilsəsi, bunlar bacıdırlar. Yəni, bax, belə bir fikir də var. Və nəticə etibarilə, amma müəyyən qüvvələr ki var, onlar diaspora üzərindən öz təsirlərini Paşinyana qarşı yönəltməyə çalışırlar. Bunların arasında Ermənistanda müəyyən müxalifət düşərgəsi Rusiyadakı olan erməni diasporası ilə təması var. Amma daha güclü təmas Fransadır və ABŞ-dır. Amma onlar tamamilə fərqlidir. Baxın, diaspora təşkilatları da, söhbət erməni diaspora təşkilatları. İdeoloji olaraq fərqlənirlər. İdeoloji və mənsub olduqları siyasi mərkəzlər nöqteyi nəzərinə fərqlidir. Yəni Rusiyada, Fransada və erməni diasporası ilə Fransanın erməni diasporası fərqlənirlər. Bunu biraz aydınlaşdıraq, çox maraqlıdır yəni. O çox maraqlı nüans nədən ibarətdir? Rusiyadakı olan erməni diasporası, yəni bu Sovet İttifaqının törəməsidir. Yəni Sovet İttifaqının şinelindən çıxmış və xüsusi xidmət orqanları ilə çox sıx təmasda işləyən bir diaspora təşkilatlarından danışırıq. Onların təbii ki, müəyyən rıçaqları var. Maliyyə resursları bir o qədər də olmazsa, necə ki, deyək, fərz eləyək, Fransadakı erməni diasporası kimi. Amma informasiya mühitində rıçaqları çox kifayət qədər güclüdür. Və onlar bir çox media holdinglərinin başında təmsil olunmaqla, mütləq deyir ki, bu onların olsun. Amma təmsil olunmaqla təsir etmə imkanlarını qazanmış olurlar. Hətta bu da müəyyən mənada o informasiya təhdidi, hibrid təhdidlər və digər məsələlər, bunlar həmin o mərkəzlərdən qaynaqlanır. Məsəl üçün, bu element Fransa erməni diasporalarında o qədər güclü deyil. Orada Fransada olan erməni diaspora təşkilatları, onlar böyük maliyyə imkanlarına maliklər. Ölkənin siyasi hakim dairəsinə təsir etmə imkanları da var. Və birləşmə gücü daha sürətlidir onlarda. Bəli, amma ki, burada məsələ bundadır ki, bugün Paşinyanın həyata keçirdiyi siyasət, o dünya erməni diaspora ideologiyasına müəyyən mənada zidd kimi görsənə bilər. Bu səbəbdən də, misal üçün, Fransadakı olan erməni diaspora təşkilatları hətta müəyyən bir dövr nisbətən soyuq bir münasibətdəyidilər Paşinyanın və yeri gəlmişkən məhz Emmanuel Macronun təşəbbüsü və dəstəyi ilə onları bir araya gətirə bildi.
Və onlar bir arada bir masa ətrafında oturdular. Parisdə təqribən mən sizə deyirəm 2-3 il bundan qabaq və Paşinyan bir neçə məsələləri onların qarşısında açıq şəkildə bildirməyə çalışdı. Hətta Böyük Ermənistan və digər fikirlərin bir xəyal olduğunu da belə bildirdi. Amma onlar çox böyük maliyyə imkanlarına malikdirlər və 30 ildən çox bir müddətdə real olaraq həm bura müxtəlif dövlətlərdən, ölkələrdən ermənilərin köçürülməsi, sonra separatçı rejimin maliyyələşdirilməsi və digər məsələlər, sonra siyasi müstəvidə dəstəyin qazanılması, məsəl üçün Baronesa Cox və digərlərin buraya gəlişinin təşkil olunması, onlar bilhassa erməni diasporasının maliyyə dəstəyi sayəsində baş vermişdir. İndi bu həmin o maliyyə dəstəyini göstərən erməni diasporası söhbət Fransadan gedir. Onların bugün daha çox diqqətli Emmanuel Macronun hakimiyyətə saxlanılmasına yönəlir. Çünki Emmanuel Macron həqiqətən də söz nəsəməsində çox çətin bir duruma düşübdür. Hökumət böhranı, bir neçə də baş nazirin dəyişdirilməsi və digər. Hətta zamanında deyək, Atalinin köməyi ilə hakimiyyətə gəlmiş, yəni sonra da baş nazir oldu həmin şəxs. Onun belə deyək, maliyyə ideya qaynağı olan məhz Atali olubdur. Sonraki mərhələdə Macron o siyasətdən uzaqlaşdı və plus Afrikadakı imkanların məhdudlaşdırılması, resursların itirilməsi hökuməti çox ciddi maliyyə xərcləri üzrə qoydu. Bugün müəyyən mənada Macron öz kreslosunu qorumağa çalışan erməni diasporası da müəyyən mənada bu prosesdə onunla bir yerdədir və Nikol Paşinyan bunu bilir. Məhz bu səbəbdən də Nikol Paşinyan bilir ki, erməni diasporası ilə yaxın təması olan Emmanuel Macron müəyyən mənada körpüləri yandırmaq yox, bəlkə də ola bilsin itirilmiş mövqeləri bir qədər də möhkəmləndirə bilər. Yəni bəlkə də ola bilər geri də qaytara bilər ki, çünki Nikol Paşinyan deyir ki, mən real Ermənistan uğrunda bugün mübarizə aparıram və bu real Ermənistan ölkəyə səfalət yox, deyək, fayda gətirir. İqtisadi biz hansısa inteqrasiya layihələrinə qoşulmaqla, iqtisadi inkişaf üçün əlavə resursların əldə olunması nöqteyi nəzərindən vacib. Ən azından artıq Azərbaycanın o icazə verdiyi və Qazaxıstandan gələcək olan bir elementdir. Ən kiçik elementdir, amma Azər bəy önəmli bir məsələdir. Məsələ bundadır ki, baxın, o çox vacib bir jestdir. Azərbaycan tərəfindən atılmış bir şey. Görə Ermənistan bunu nə dərəcədə dəyərləndirir və nə dərəcədə Ermənistan üçün bu vacib bir element sayılır. Siyasi nöqteyi nəzərdən Azərbaycanın bu adımı siyasi jest olaraq müəyyən dairələr tərəfindən müsbət qarşılanır və bunun da nəticəsi olaraq Ermənistanın məsələn Xarici İşlər Naziri Ararat Mirzoyan və ya elə Nikol Paşinyan özü deyir ki, biz tranzit yüklərin elə bu dəqiqə yolları açmaqla çox rahat şəkildə Türkiyəyə daşınmaq üçün şərait yarada bilər. Yəni Türkiyə bizim üçün hədəf deyil axı. Yəni Ermənistan üçün bugün bir nömrəli hədəf Türkiyə ilə sərhədə ki, Azərbaycanla yox ha. Türkiyə ilə sərhədə açmaq, tranzit yüklərin Türkiyə arasında mübadilənin mal dövrəsinin təmin etməkdir. Xüsusilə Türkiyə sonra Ermənistan üzərindən yuxarı Lars yolu ilə Rusiyaya Türk mallarının daşınması onlar üçün maraqlı olan budur. Daha çox onlar bu narrativi dilə gətirirlər və eyni zamanda bir növ Türkiyə mesajları da bunun üzərindən köklənir. Onda Azər bəy, sizin deməyinizdən belə çıxır ki, əslində Paşinyanın məhz Türk tırları üçün təklif elədiyi və yaxud da ki, qarşılıqlı tranzit üçün təklif elədiyi Marqara və Sisyan-Gorus yolu əslində bunun özünə lazımdır, Türkiyə ilə münasibətləri üçün lazımdır, Azərbaycana da dırnaq arasında bir jest eləməyə çalışır. Doğru mu anladıq? Bəli, müəyyən mənada bəli və bu daxili auditoriya seçkilər öncəsi onun rəğbətinin qazanılması üçün verilə biləcək dividend kimi dəyərləndirilir. Çünki qarşıdan parlament seçkiləri gəlir. Və parlament seçkilərinə qədər Paşinyan çox gözəl başa düşür ki, bugün Azərbaycanla sülh sazişinin bağlanması istiqamətində atacağı istənilən addım, o çox kəskinliklə yerli auditoriya tərəfindən qarşılana biləcək bir hərəkət kimi dəyərləndirilir. Və onlar bəllidir ki, revanşist qüvvələr, yəni Türkiyə ilə Ermənistan arasında müharibə olmayıbdır. Müharibə olubdur Azərbaycanla Ermənistan arasında və erməni cəmiyyətinin özündə Azərbaycanla olan müharibə, istər 1-ci Qarabağ müharibəsi, istər 2-ci Qarabağ müharibəsi xatirələri hələm çox təzədir. Və bu narrativlər üzərində işləməli idi Paşinyan. Amma məsəl üçün tranzit yüklərin daşınması üçün Türkiyə ilə sərhədin açılması ideyasını dilə gətirirsə, hərçənd ki, bunu Azərbaycanlı da ora bir növ cəlb etməklə göstərirsə, bu demək deyil ki, Azərbaycan üzərindən
Ermənistana keçəcək tranzit yüklərin daşıması üçün Ermənistanda çox gözəl infrastruktur var. Yoxdur infrastruktur. Və hətta bir çox tədqiqatçılar deyirlər ki, əslində o təklif elədiyi yollar ümumiyyətlə keçilməz ciddi problemli yollardılar, dağ yollarıdılar. Şübhəsiz. Baxın, Zəngəzurun özündə, Mehri rayonunun ərazisindən keçən yolun özü də orada yeni tuneller inşa olunmalıdır. Bugün avtomobil yolu məsələsidir, sabah dəmir yolu məsələsidir. Yəni o relyefin özü kifayət qədər mürəkkəbdir. Onu qoyuq bir qırağa. Yəni hələ Amerika Birləşmiş Ştatlarının orada müəyyən o geodeziya işlərinin aparılması üçün, koordinatların çıxarılması üçün, yolun inşa olunmasına dair hazırlıq işlərinin görülməsi üçün ayırdığı vəsait 145 milyon ABŞ dollarıdır. Hələ bu hazırlıq işləri üçün nəzərdə tutulan vəsait, bu yolun özünün inşası üçün nəzərdə tutulan vəsait deyil. Vəsait kifayət qədər çox tələb olunur və ondan bir neçə dəfə artıq. Amma bu bir başlanğıcdır. Bu başlanğıcla bağlı Ermənistan bugün hansı addımlar atır? Amerika Birləşmiş Ştatlarının hansısa bir xüsusi bir qrupları gəlir, nümayəndələri gəlir, burada həmin o şirkət təmsilçiləri gəlir, yerlərdə qiymətləndirmə aparırlar. Bunun da bir arxa tərəfi var, bir siyasi fon elementi var. Siyasi fon Ermənistanla Rusiya arasında olan münasibətlər kifayət qədər gərgindir. Ona görə də Ermənistan bugün Parisə səfər etməklə çalışır ki, maksimum Emmanuel Macronun bu prosesə, xüsusilə də Fransa-Azərbaycan münasibətlərinin müəyyən mənada normallaşdığı bir dövrdə Emmanuel Macrona bu prosesə fayda verə biləcək, ən azından erməni diasporasından Paşinyana qarşı həyata keçirə biləcək bir demarşının qarşısını almış olsun. Yəni, heç olmasa bunun üzərinə. Çünki bugün Paşinyan həmin xarici qüvvələrlə mübarizə aparmağa çalışır. Həmin daxili. Xarici qüvvələr bəzi hallarda daxili qüvvələr vasitəsilə bunu etmiş olur. Amma biz nə görürük? Biz görürük ki, Amerika Birləşmiş Ştatları səviyyəsində Paşinyana dəstək var. Məlum 8 avqust Vaşinqton razılaşmaları. Fransa ilə buna bənzər hər hansı bir sənəd yoxdur. Bir dənə ortada Avropa İttifaqının bir binokl missiyası var. Buna belə deyək də, mülki missiyanın binokl missiyası. Ki onlar da artıq ömrünü bitirir. 2027-ci ilin fevral ayına qədər onların vaxtı var. Amma əgər Azərbaycanla Ermənistan delimitasiya və demarkasiya məsələlərini yerinə yetirirsə, artıq bu missiyaya ehtiyac qalmır. Bu missiyanın hansısa bir formada əgər istifadə etmək istəyirsə Fransa... Onların onun buraxılması ilə bağlı da müəyyən ipuçlarını doğru oxumaq lazımdır. Yəni artıq Avropa İttifaqının missiyasının da müəyyən mənada missiyasının bitdiyini Paşinyan da özü dərk edir. Avropa İttifaqının missiyası dedikdə biz bunu elə Fransanın missiyası deyirik. Ən azından səfirin oradakı hərəkətlərindən... Fransanın təşəbbüsündən yaranıbdır və Fransa tərəfindən maliyyə dəstəyə ayrılan bir strukturdur. Avropa İttifaqı, Avropa Parlamenti səviyyəsində bu narrativi hər zaman irəli aparan da Fransadır ki, bunu aşağı-yuxarı dəstəkləyirlər. Amma bir reallıq var ki, mülki missiya 2027-ci fevral ayına qədər qalmalıdır. Amma biz tarixlərə baxsaq, 2026-cı il parlament seçkiləri Ermənistanda, 2027-ci il fevral ayı, mülki missiyanın vaxtının bitdiyi bir vaxt. Bir də cənab prezidentin son səsləndirdiyi bir çox vacib bir fikir var idi. 28-ci ilə qədər, 2028-ci ilə qədər Zəngəzur dəhlizinin açılması. Deməli, biz görürük ki, aşağı-yuxarı müəyyən xronologiyalara nəzər saldıqda görürük ki, müxtəlif beynəlxalq aktorların bu prosesə bu və ya digər formada qatılacağı, bəzi hallarda ola bilsin müsbət, bəzi hallarda negativ şəkildə təsir etmək imkanları nöqteyi nəzərindən olduqca çox mürəkkəb bir siyasi bir mənzərə yaranmaqdadır. Çünki Ararat Mirzayan deyir ki, Zəngəzur dəhlizindən söhbət getmir və ya konstitusiyanın dəyişdirilməsi məsələsi gündəmdə deyil. Yəni, çox belə bir sərt bəyanatlar. Mən o sualı sırf ünvanlamaq istəyirəm. Siz özünüz də dediniz, sülh məsələsinin məhkəmə səviyyəsində, yəni konstitusiya məhkəmə səviyyəsində müraciət olunmaması məsələsini ki, sizin bunu da detallı şəkildə şərh etmənizi rica eləyəcəyik. Deməli, o məhkəmə ilə bağlı maraqlı bir proseslər gedir. Birincisi, gəlin o məsələni belə deyək, konstitusiyanın özünün dəyişdirilməsi zərurəti ümumiyyətlə hardan qaynaqlanır? Və bizim dəfələrlə bu studiyadan səsləndirdiyimiz ərazi iddiaları, məsələləri ki var ki, Konstitusiyanın preambulasında konkret olaraq 1990-cı ildə qəbul edilmiş müstəqillik bəyannaməsinin təsbit olunmasını özündə əks etdirən bir preambuladır. Və orada da 1990-cı ildə, baxın, 1990-cı ildə Sovetlər İttifaqının hələ qılıncının sağını solunu aşağı yuxarı kəsdiyi bir dövrdə el arası, el dilində danışsaq,
İrəvanda Ermənistan SSR-nin Ali Soveti o dövrün qanunlarına zid olaraq antikonstitusion bir qərar qəbul edir ki, biz indən belə Ermənistan Respublikası adlandırılacaq və Dağlıq Qarabağın birləşdirilməsini əsas götürərək böyük bir coğrafiyada yeni bir respublikanın yaradılmasını bəyan edirik. 1990-cı il. Yəni, müstəqillik bəyannaməsi o faktiki olaraq, ilk olaraq o 1990-dan 1991-ci ilə qədər davam edib, 2 mərhələdə qəbul olunubdur. Yəni, mən danışdığım 1990-cı il, hansı ki, sonra rəsmi Moskva tərəfindən, o vaxt Sovetlər İttifaqının paytaxtı tərəfindən Mərkəzi Komitənin qəbul elədiyi qətnamə əsasən qeyri-qanuni akt kimi dəyərləndirilmişdir. O sənəd özü qanunsuz olaraq qəbul edilmişdi 1990-cı ildə. 1991-ci il sentyabr ayının 21-də ermənilər görəndə ki, 1990-cı ildə qəbul elədiyi sənəd qanunsuzdur, onlar referendum keçirirlər. Referendumdan deməli SSR-dən ayrılma və Ermənistan Respublikasının yaradılmasını, yəni referendum vasitəsilə təsbit edilir və sentyabr ayının 23-də, 1991-ci il sentyabr ayının 23-də növbəti dəfə həmin o müstəqillik bəyannaməsini qəbul edirlər. Yəni, 2 mərhələdə qəbul edirlər. Birinci qəbul etdilər, qanunsuzdur. İkinci mərhələdə isə ondan da qanunsuzdur. Nəyə görə? Artıq 1991-ci ildə Azərbaycan ərazilərinə hərbi müdaxilə edib, Qazax istiqamətində, bir neçə istiqamətlərdə kütləvi qırğınlar törətmiş bir Ermənistandan biz danışırıq. Və biz nə görürük? Bəli, o dönəmdə qəbul edilmiş qanunsuz bir akt artıq bugün Ermənistan bəzi rəsmiləri tərəfindən belə, hətta bəzi hallarda bir gülməli akt kimi də dəyərləndirirlər. Nəyə görə? Çünki o sənədə baxdıqda biz görürük ki, Sovetlər İttifaqı daxilində tamamilə başqa bir adla, başqa bir narrativlərlə, başqa bir iddialarla yeni bir respublika yaranır. Hansı ki, bunu Ali Sovetdən başqa heç kəs qəbul eləyə bilməz. Hətta Ali Sovetin belə qəbul eləməsi özü belə qanunsuzdur. Təsəvvürünüzə gətirin ki, Ermənistan Sovet Sosialist Respublikasının Ali Soveti qərar qəbul edir ki, biz indən belə Ermənistan Respublikası adlanır. Onda sual yaranır. Bu Ali Sovet nədir onda? Əgər bu qanuni bir alətsə, yəni parlament olaraq Ali Sovet isə, o qərar qəbul edir ki, biz indən belə Ermənistan Respublikası adlanır. Yəni bunun hüquqi cəhətdən çox ziddiyyətli məqamları var. Əsaslandırılmalıdır. Bəli, o dövrün qanunlarına görə də bu qanunsuz akt kimi də dəyərləndirilmişdir. Bugün o konstitusiyadakı, bu preambulada bu öz əksini tapıbdır və dərhal sual yaranır. 1990-cı ildə qəbul edilmiş müstəqillik bəyannaməsinin özü qanunsuz olubdur. Necə o konstitusiyanın preambula hissəsində... Yəni, qanunsuz qəbul edilən akta qanunsuz... Bu səbəbdən də istər məhkəmə strukturlarında, ədliyyə strukturlarında, konstitusiya ətrafında gedən müzakirələr zamanı bu çox ciddi nöqsanı görürlər. Onu çalışırlar müxtəlif bir siyasi bir don geyindirmək. Hüquqi don yox, hüquqi don burada onsuz da geyindirə bilməzlər. Siyasi don geyindirməyə çalışırlar. Amma sonraki proseslərə biz nəzər saldıqda görürük ki, yox, bunlara sərf eləyirdi deyə bunu əsas götürürlər. Yeri gəlmişkən Ədliyyə Naziri çıxış edir, deyir ki, bizim bir işçi qrupumuz var. İşçi qrup konstitusiyanın redaksiyası ilə bağlı, yox, daha doğrusu konstitusiyada ərazi iddialarının nə araşdırılması ilə bağlı müəyyən araşdırma işləri aparır. Yəni, öyrənilməsi ki, həqiqətən konstitusiyada belə bir iddialar var. Və ya sonra biz bilirik ki, 2 il bundan qabaq hələm, təqribən 2 il yarım bundan qabaq, hətta mən sizə dəqiq deyim, 2024-cü ilin avqust ayında belə bir informasiya keçdi ki, Nikol Paşinyan bir işçi qrupu yaradıbdır konstitusiyanın redakta olunması ilə bağlı ki, hansı istiqamətdə redakta işləri həyata keçirə bilər. Amma heç bir redaktaya informasiya verilmir. Tapılmadı, bəli. Ümumiyyətlə, o çox maraqlı bir proses getməkdədir. Ermənistan tərəfi deyir ki, biz falan işçi qrupu yaratdıq, nə bilim, falan araşdırma aparırıq, falan nə bilim, amma nəticələr yoxdur. Deməli, bu sadəcə olaraq verbal olaraq dilə gətirirlər və ya artıq görürlər ki, bunlar həqiqətən də Azərbaycanın irəli sürdüyü tələblərin əsası həm hüquqi nöqteyi nəzərdən kifayət qədər möhkəmdir, həm də digər aspekt, yəni burada ideoloji məqamlar da var, burada torpaq iddiası, nə bilim, digər məsələlər. Və görürlər ki, yox, onda bunu açıb ortalığa qoymaq
çox düzgün olmayacaq o baxımdan ki, qarşıdan parlament seçkiləri gəlir. Və biz bugün bu məhsulu ortalığa qoysaq, bu nəticələri ortalığa qoysaq, səhərsi günü Azərbaycan təsiri altında qəbul edilmiş qərar kimi bu dəyərləndirilə bilər ki, necə də ki, daxili auditoriyada çoxlaşmaya səbəb olacaq. Necə də ki, bugün baş verməkdədir. Yeri gəlmiş konstitusiya ilə bağlı söhbətlər dilə gətirilən zaman Ermənistanın siyasi elitasında təmsil olunan şəxslər, onlar nə deyir? Deyir, bu nə Azərbaycanın, nə də Türkiyənin təsiri altında baş verməkdir. Sadəcə o biz bilirik ki, bu konstitusiya artıq günün tələblərinə cavab vermir, yeni konstitusiya olmalıdır. Hətta yadınıza düşür, 5-ci Respublika söhbətini atdı ortalığa. Nikol Paşinyan ki, biz 5-ci Respublikayıq. Hərçənd ki, 1918-ci Ararat Respublikasını nədənsə yaddan çıxartmış kimi göstərirlər özlərini. Onun da ərazisi tamamilə 9000 kvadrat kilometr olan bir ərazidə olur. Sərf eləmədiyi üçün. Hə, sərf eləmədiyi üçün, daha çox istinad eləyirlər artıq Sovetlər İttifaqı yaranma ərəfəsində olan ərazilərə və digər məsələ. Yəni, istənilən halda burada müxtəlif manipulyasiyalar etməklə onlar çalışırlar bir növ insinuasiyalara yol versin. İnsinuasiya nədir? Daxili auditoriyanı aldatmaq, xarici aktorlara çaşdırmaq və s. və s. Amma manevr elementlərini mən burada daha çox görürəm ki, onlar çalışırlar müxtəlif segmentlər arasında, müxtəlif qütblər arasında, müxtəlif ideoloji mərkəzlər arasında, o cümlədən də siyasi təsir mərkəzləri arasında bir növ manevrlar etsinlər ki, nəticə etibarla, yəni hamının istədiyi olmur. Yəni daha çox onların istədiyi baş verir. Amma hamının istəyi nəzərə almaq şərti ilə. Və elə ona görə də Paşinyan çox tez-tez deyir ki, mən inanıram ki, seçkilərdə erməni xalqı sülhə səs verəcək. Yəni müəyyən mənada da onları buna inandırmağa çalışır ki, siz mənə səs verməklə sülhə səs verəcəksiniz. Ermənistan baş naziri onun üzərində işləməlidir. Cənab Prezident avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalardan sonra Azərbaycan media təmsilçilərinə verdiyi müsahibə zamanı dedi ki, Ermənistanın baş nazirinin ev tapşırıqları var. Bəli. Ev tapşırıqlarının üzərində işləsin. Çünki ev tapşırıqlarını, bu nədir? Burada eyni zamanda etimad quruculuğu məsələsi var. Əgər cəmiyyətin içində Azərbaycana qarşı, Türkiyəyə qarşı aqressiv meyillərin gücləndirilməsində maraqlı olan siyasi mərkəzlərin və hərəkətlərin əlini qolunu açmış olacaqsın Nikol Paşinyan, etimad quruculuğuna söhbət gedə bilməz. Amma bugün biz onu görürük ki, bunların dayaqları kifayət edir. Burada daha çox biz Paşinyanda hansı belə ciddi siz dediyiniz radikal addımlar var, daha çox Paşinyanın özünün hakimiyyətinə təhlükə varsa, onda biz Paşinyandan radikal addımlar görürük. Amma biz hər halda müxtəlif istiqamətlərdən radikal addımlar ki, Azərbaycanın da tələblərinə uyğun olan radikal addımları gözləyirik. Və mən icazənizlə son xəbərlə də efirimizi bitirim. 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri üçün Hakim Vətəndaş Müqaviləsi Partiyasının proporsional siyasının formalaşması prosesi başlayıb və Paşinyan artıq çox ciddi bir dönəmə girir. 2025-ci il 30 noyabr tarixlərində özünün namizəd olaraq irəli sürə bilər və namizədlərin qeydiyyatı da Vətəndaş Müqaviləsinin İdarə Heyəti tərəfindən 2025-ci il dekabrın 1-dən 31-nə dək həyata keçiriləcək. Hər halda qazanarsa quracağı kabinə də çox burada önəmlidir. Baxın, bu xəbər onu göstərir ki, Ermənistan cəmiyyətində, xüsusilə də erməni mediasında biz bu informasiyada rast gəlirik ki, müəyyən ekspertlər dilə gətirir, eyni zamanda siyasətçilər də Paşinyan çox ciddi şəkildə növbədən kənar parlament seçkilərinin keçirilməsinə maraqlıdır. Hərçənd ki, hakim partiya növbədən kənar parlament seçkilərinin olmayacağını deyirlər. Amma əgər seçkilərə aşağı-yuxarı bir 8 ay vaxt qalıbsa və indidən siyahılar tərtib olunursa, seçki məntəqələri ilə bağlı müəyyən işlər həyata keçirilsə, yerlərdə təyinatlar baş verirsə, bu artıq ondan xəbər verir ki, hökumət bununla bağlı çox ciddi hazırlıq işlərinə start veribdir. Amma bu 8 ay qabaqcadan baş verməsi elə bir təəssürat yarada bilir. Və hansısa bir informasiya var ki, bu qədər canfəşanlıqla və belə sizin dediyiniz kimi növbədən kənar bir seçkilərə də hazırlaşır. Azər bəy, çox təşəkkür edirəm geniş və ətraflı şərhləriniz üçün. Hər halda olduqca həm tarixlə bağlı, həm də elə bugünümüzlə bağlı maraqlı bilgiləri sizdən öyrənmiş olduq. Bir daha minnətdarıq. Belə dəyərli izləyicilərimiz, studiyamızın qonağı millət vəkili Azər Allahverənova idi. Onunla birlikdə Ermənistanın bugünkü vəziyyəti və Paşinyanın Fransa səfərini, eyni zamanda da paraflanan sülhdə Paşinyanın atdığı və atmadığı addımlar məsələsini də müzakirə elədik. Sabah yenidən studiyamızda olacaq. Gözünüz bizdə olsun. Görüşənə qədər.